Gəh. Ay Allah. Gəh. Dilimin ucunda deyə bilmirəm. Gəh. Hə, yadıma düşdü. Ay qəhrəman! Bu oğlan isə həmin bu qəhrəmanın oğludur. Bu oğlanı kim yaxından tanırsa videonu atın, deyin ki, təcili mənimlə əlaqə saxlasın. Əks halda bu söhbət gedib çox pis yerlərə çıxacaq. Mən isə bunu istəmirəm. Bir neçə ildir Vəfanın uşaqlarını bicdiyə söyür. Mən isə dilə gəldiyim, bütün insanların iyrəndiyi bir mövzunu ictimailəşdirdim deyə, indi mənim uşağımı söydürür. O söhbətləri bura yükləməyəcəm. Mən necə lazımdır, qanunla həll edəcəm məsələmi. Sənin anavın, qaqaş, psixoloji problemləri var mənim fikrimcə. Düşüb ortalığa, o bir söz var, deyir, ağıllı olub elin dərdini çəkincə, qoy dəli olub mənim dərdimi çəksinlər. Bax, o prinsiplə yaşayır. Bir gün babavı söydürür, it dedizdirir, bir gün özünü söydürür, bütün millət söyür. Komit bölməsini oxumursan mı sən? Ay qaqam. Ayfət Fərman qızı özü də mənimlə telefondan danışanda dilə gətirmişdi ki, günü-gündən söylürəm, hörmətdən düşürəm, insanlar məndən iyrənir, bütün səs yazıları məndə var. Məhkəməyə təhvil verəcəm. Özü dilə gətirir ki, oğlum məndən utanır. Oğlum məndən danışmır bu söhbətlərə görə. Demək ki, səndə azdan çoxdan qeyrət var ki, sən anandan üz döndərmirsən. Ona görə də sənin o qeyrəti və güvənərək bu videonu paylaşıram. Bugün mənim uşağımı söyən sənin anavın ücbatından sabah sən də söylə bilərsən. Sabah sənin arvadın da söylə bilər. Anan bugünkü gündə fake profillər açır, deyir ki, mənim fan ordum belə bir şey eləyir, mən neyə bilərəm ki? Bax, sabah mənim də sevənlərim var, mənim də uşağımın atası var, mənim uşağımın qohumları var. Sabah sənin arvadımın və sənin şəkillərini qoysalar, üstündə də artıq əski, nalayiq formada yazılar yazıb paylaşsalar, sənin xoşuna gələcək? Yox. Və mən o səviyyədə nə özüm düşmək istəmərəm, nə də mənim sevənlərim düşsün istəmirəm. Ona görə o 47 yaşı olub da 47 qram ağlı olmayan anava sahib çıx. Psixoloji problemi varsa, apar yerləşdir Məşdağıya. Biz məcbur deyilik sənin anava dözməyə. Gördü ki, dediyim hər bir şey düzdür və gördü ki, mənimlə bacara bilmir. Başladı mənə aid artıq əski videolar paylaşmağa. Bax, burada paylaşdırdığı kimi şəkillər düzəltməyə. Güya mənim yanımdakı oğlan güya mənim sevgilimdir falan. Ola da bilər, sevgilim də ola bilər. Amma bu süni intellektlə düzəldilmiş şəkildir. Ay qəhrəman. Bundan da artıq heç bir söz istifadə etməyəcəm sənə qarşı. Zaten komment bölməsində hamı döşüyəcək. Lazımı olan, sənə layiq olan bütün sözləri. Ay insanlar, bax sizdən soruşuram. Bir körpə uşağı söydürən varlığa nə deyilir? Nə deyilir? Bax, yazın komment bölməsində. Qoy özü də oxusun, oxuyacaq çünki. Mənim bu ölkədə ictimailəşdirdiyim bir çox mövzular olub. Eləcə də vətəndaşlara haqsızlıq edən polislər, bəli. Həmin o videoları belə kəsib, doğrayıb, ürəyi istədiyi kimi paylaşıb, güya öz aləmini məni tutturmaq istəyir, iş verən. Sən mənim Müjgan barədə paylaşımımla öz paylaşımımı səhv salma. Müjgan bütün xalqın nifrətini eynən sənin kimi qəzəbinə səbəb olan bir varlıq idi. Mən isə Müjganın məsələsini ictimailəşdirən bir insan oldum. Amma mən sənin etdiyin kimi kəsib, doğrayıb, orasını, burasını paylaşmadım. Olanı qoydum ortaya. Bəli, mən polislər haqqında yaxşı polislər çıxmaq şərti ilə, çünki hər sayədə pis də var, yaxşı da var. Bu məsələləri ictimailəşdirib demişəm ki, bizim polislərimizin içində şərəfi ilə, ləyaqəti ilə xidmət edənlərimiz də var. Polis adına, peşəsinə ləkə yaxanlar da var. Və zaten bu kimi polislər barədə Cənab Vilayət Eyvazov tədbir gördürür. Töhmətlə işdən də uzaqlaşdırır. Bu o demək deyil ki, mən polis düşməniyəm. Bu o demək deyil ki, mən dövlət başçıma düşmənəm. Elə birisi olsaydım, öz ölkəmdə oturub, bəzi mövzuları ictimailəşdirməzdim. Gedib oturardım xaricdən, buranı söyərdim sənin etdiyin kimi. Mənə görə bir nömrəli vətən xaini sənin kimilərdir. Millətinə düşmən sənin kimilərdir. Çünki millətinin qızına bic doğan deyib, uşaqlarını bic deyən sənin kimisi ana adına da ləkədir, qadın adına da ləkədir və zərrə qədər də hörmətə layiq deyil. Səni toyuna çağıranlar, ailəsinin içinə daxil edib məclisini idarə etmək üçün tapışıranların da mən düşünürəm ki, bu videodan sonra qeyrətə gəlməsini görəcəyik. Çünki ağlı olan səni öz məclisinə çağırmaz. Bir körpə uşağı söyən birisini məclisinə çağırıb öz balalarıyla bir yerdə nəfəs almağını həzm edə bilməz. Sən də ər dediyin kişiyə hörmət qoymursan. Çünki o insan sənin dil və ağzını bağlaya bilmir. Demək ki, sən onu saymırsan. Конечно, bir gün çıxıb verilişdə onun haqqında Alfons deyib, sabahsı gün ərim deyib, başını tacı edirsən. Vəfa Şərifovaya dini kəbinlə övlad dünyaya gətirdiyi üçün bicdoğan deyirsən. Bəs sən kimsən? Mən ailə qurmuşam, necə sizə
sənətdə bizim dədə babalarımızda o qədər sizin mənim nənə babalarımın zaksı olmuyor. Ər-arvad olmayıblar. 70 il bir yerdə. Nətər başqa şey? Onların mən sizə bir söz deyim. Birinci kəbindir. Hüquqi tərəfdən Çox da kəbin olsa da nikah dərgahında qalarsın. kəbindir. Axı özün Elgizin verilişində dilə gətirmişdin ki, dini kəbin kəstirərək bir kişi ilə yaşayırsan və zaksında yoxdur. Sən kimlərə nə deyirlər? Qoy cəmaət yazsın komment bölməsində. Davam edirik. Mənə direktdə sənin haqqında artıq sayını belə unutduğum qədər kişilərlə, əsasən də evli kişilərlə münasibətin olduğuna dair yazan izləyicilərim oldu. Mesajlar gəldi. Bu onların iddiasıdır. Amma sübutunu belə göstərənlər oldu. Mən onları burada paylaşmayacağım. Çünki mən sənin qədər beldən aşağı vuran, vicdansız, səviyyəsiz, əqidəsiz bir insan deyiləm. Paylaşa bildiyim qədərini Instagramda storydə qoyacağım ancaq. Amma sən Xocalı soyqırımında bizim körpə balalarımıza sözün əsl mənasında işgəncə verən, hətta təcavüz belə edən ermənilərdən betərsən. Xalq sənə nifrət edir. Xalq səndən iyrənir. Xalq sənin kimi müğənnisin olduğundan utanır. Şərh bölməsini girib oxusan, bütün sənə aid olan videoların altında özün görəcəksən ki, mənim dediyim şərh böhtan yox, bir sübut olunmuş sözlərdir. Mən bir ara translarla, LGBT üzvləri ilə bağlı paylaşımlar edib, onlarla belə düşmənçilik etmiş birisiyəm. Çünki onların təbliğatına qarşı çıxmışdım. Amma bütün xarici ölkələrdə və içi öz ölkəmiz qarışıq, bütün LGBT üzvləri birləşdi, mənimlə düşmənçiliyi aparanda belə sənin qədər beldən aşağı vurmadılar. Mən onlara belə bugün səndən daha çox hörmət edirəm. Çünki onlar heç vaxt körpə uşağa qarğış edəcək və söyüş söyəcək qədər alçalmadılar sənin kimi. Olmayan papağıvı, olmayan vicdanıvı qoy qarşıva. Bütün sözlərimdən özü nəticə çıxart. Çıxartmayacaqsansa da sənin dilində səninlə mübarizə aparacağım. Günü-gündən daha da çox hörmətdən düşəcəksən. Onsuz da sənə hörmət edən yoxdur. Günü-gündən daha çox söyüləcəksən. Çünki onsuz da kifayət qədər söyürlər və sən belə etdikcə daha da çox söyüləcəksən. Və bir gündə bəyquş olaraq da öləcəksən. Çünki sənin kimi bir insanın, insan demək olarsa, ətrafında nə dost, nə qohum, nə övlad, nə ər olmayacaq. Gecə ya tezi. Yazığım gəlir sənə. Yazığım gəlir. Bədbəxt, heç xoşbəxt olmayan birisən çünki. Məndən sənə məsləhət. O olmayan ya da yerdə qalan var-yox ağlığı da yığ başına, özünə gəl. Əks halda mən sənin ağlığı başına gətirəcəm. İmkanın olsa Azərbaycana gəl. İmkanın olsa vətənivə gəl. Gəl burada söhbət eləyək. Rusiyadan oturub romanlıq eləmək çox asandır. Duxun var, gəl üzümə denən o dediyin, yazdırdığın bütün sözləri.